Xocavənd rayonunun Bulutan kəndi ərazisində aparılan əməliyyatlar zamanı tərk edilmiş yaşayış evlərindən birində sürpriz partlayıcı qurğu aşkarlanıb. Bu barədə Azərbaycanın Mina Təmizləmə Agentliyindən məlumat verilib. Qeyd edilib ki, Daxili İşlər Nazirliyi vasitəsilə daxil olan müraciətə əsasən agentliyin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd olunmuş ərazidə bir ədəd PQ-7L raketinin üzərinə 105 ədəd atıcı silah patronlarının yapışqan lentlə bağlanması və partlayışın həyata keçirilməsi üçün əl qumbarası partlayıcısından istifadə etməklə tələ məfdili vasitəsilə quraşdırılmış partlayıcı qurğu aşkarlanıb. Həmçinin fikri yayındırmaq məqsədi ilə partlayıcı qurğunun ətrafına çoxlu sayda fotoşəkillər səpələyiblər ki, onlardan birinə toxunduqda tələ məfdili işə düşsün. Aşkar edilən partlayıcı qurğu agentlik əməkdaşları tərəfindən təhlükəsiz şəkildə ərazidən kənarlaşdırılıb. Məhz mülki təyinatlı ərazilərdə yerləşdirilən sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədi ilə quraşdırılıb. Bildirilib ki, anama bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa, şübhəli əşyaya rast gəldikdə dərhal 805, 102 və 112 qaynar xətlərinə məlumat verməyə çağırır.